Bəli, siz çox düzgün buyurursunuz. Son zamanlar biz bu binokl diplomatiyasının kifayət qədər dinamik bir hal aldığını və intensivləşdiyini müşahidə edirik və sərhədin müxtəlif istiqamətlərində onlar nəinki müşahidələr aparırlar, bu müşahidələri də ictimailəşdirirlər və hamıya göstərirlər. Burada məqsəd təbii ki, Ermənistan daxilində gedən proseslərə bu və ya digər şəkildə nüfuz etmək, yəni birincisi bundan ibarətdir. İctimai rəydə müəyyən çaşqınlıqlar yaratmaq və eyni zamanda bölgədə də öz mənini göstərmək və sülh müqaviləsinin imzalanmasına əngəllər törətmək. Çünki bundan əvvəl biz əgər baxsaq, Ermənistanın baş naziri kifayət qədər inamlı şəkildə sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirmişdi. Sülh müqaviləsinin mətninin artıq çox hissəsində, əhəmiyyətli hissəsində razılaşdırıldığını bildirmişdi. Digər məsələlərlə bağlı Azərbaycanla şifahi razılaşmasının olduğunu bəyan etmişdi. Yəni bu kimi pozitiv notlar gəlirdi və fikir versək bu pozitiv notlarla bərabər eyni zamanda biz Avropa Birliyi mülki missiyasının da aktivləşdiyini və sərhəddə durmadan müşahidələr apardığını və bunu söylədiyimiz kimi ictimai şəkildə daha belə deyək, intensiv şəkildə kütləviləşdirdiyini də görürük ki, bu artıq sual yaradır ki, nədən? Belə görünür ki, son zamanlar Cənubi Qafqazda sülh mühitinin formalaşması bir sıra dairələri, yəni açıq desək, Avropa dairələrini narahat etməyə başlayıbdır. Onlar necə olursa olsun Azərbaycan və Ermənistan arasında uzun müddətli sülhün əldə olunmasını istəmirlər artıq. Yəni bu biz fikir versək gedən siyasi konjunktura ilə bağlaya bilərik. Birləşmiş Ştatlarda hakimiyyətin dəyişməsi, eyni zamanda Avropa Birliyi və Birləşmiş Ştatlar arasında vəziyyətin gərginləşməsi, Avropa Birliyinin özünün bir təsisat olaraq artıq gücünün zəifləməsi və NATO ilə bağlı gördüyümüz həmin o təlatümlərin yaşanması görünür ki, Avropa Birliyinin digər coğrafiyalarda bacardıqları qədər aktivliklərini qoruyub saxlamaq üçün bir vaciblik yaradıbdır. Çünki yəni qlobal mühitdə baş verən proseslər şübhəsiz ki, Avropa Birliyinə öz təsirini göstərir və Avropa Birliyinin strateji planlarını da artıq zədələməyə başlayıbdır. Və məqsəd nədən ibarətdir? Ermənistan daxilində revanşist hissləri alovlandırmaq, Qarabağla bağlı onların cəfəng ideyalarına yenidən bir nəfəs gətirmək və Azərbaycanın kifayət qədər deməli aqressiv olduğunu erməni cəmiyyətinə yansıtmaq və burada da söylədiyimiz kimi öz siyasətlərini, yəni onlar əslində Ermənistanın təəssübkeşi deyirlər, amma siyasətlərini aparmaq üçün Ermənistan daxilində bəli, revanşist qüvvələri, yəni onların sayı azalıbdır, bunu da söyləmək lazımdır. Xüsusilə qarşıdan seçkilər gəlir və görünür ki, Avropa Birliyi Paşinyanı ya tam şəkildə özünə tərəf çəkmək istəyir, ya da ki, hakimiyyətə tamamilə ayrı bir qüvvənin, hansıları ki, Avropa Birliyinin, yəni bundan sonra baş verəcək qlobal təlatümlərə kifayət qədər onların, belə deyək, dirijor çubuğu ilə hərəkət edə biləcək bir qüvvənin gəlməsini istəyir.